Hər kəsə salam. Bugün sizi Beynəlxalq STEM Azərbaycan Festivalının həm əyləncəli, həm də öyrədici tərəfini özündə birləşdirən Engineers of Future kateqoriyası ilə tanış etmək istəyirik. Bu kateqoriya kiçik yaşlı şagirdlər üçün nəzərdə tutulub. Hər bir komanda tərkibi 18 yaşdan yuxarı bir mentor və 8-10 yaş aralığında 2 iştirakçıdan ibarət olmalıdır. Engineers of Future kateqoriyası şagirdlərə yalnız öz bacarıqlarını nümayiş etdirmək deyil, eyni zamanda onları daha da inkişaf etdirmək fürsəti verir. Yarışın əsas məqsədi balaca mühəndislərin robotlar vasitəsilə yaradıcılıq, tənqidi düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmələridir. Şagirdlər əvvəlcə qarşıya qoyulmuş problemi analiz edəcək və robot texnologiyalarından istifadə edərək unikal və yaradıcı həll yollarını təqdim edəcəklər. Yarış 2 mərhələdən ibarətdir. Seçim mərhələsi və final mərhələsi. Seçim mərhələsi 90 ədəd qapalı test tapşırıqlarından ibarət imtahan formatında keçiriləcək. İmtahandan yüksək nəticə toplayan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Final mərhələsində isə iştirakçılar robotun köməyi ilə verilən tapşırığı icra etməlidirlər. Belə ki, hər bir komanda yalnız bir robotdan istifadə etməli və robotu yarış başlamazdan əvvəl proqramlaşdırmalıdır. Robotun mexaniki qolları olmalı və bu qollar vasitəsilə avtonom şəkildə müxtəlif obyektləri müvafiq sahələrə daşımalıdır. Yarışın yekun mərhələsində komandaların topladığı ballar təyin olunmuş sahələrə çatdırılan obyektlərin sayına əsasən hesablanacaq. Hər bir obyekt üçün fərqli bal dəyəri müəyyən olunacaq. Bununla yanaşı, rəng sensorundan istifadə etməklə icra edilən xüsusi tapşırıqlar da nəzərdə tutulur. Bu tapşırıqları uğurla tamamlayan komandalar əlavə bal qazanmaq imkanı əldə edəcəklər. Komandalar jürilər tərəfindən müxtəlif meyarlar əsasında qiymətləndiriləcəklər. Proqramlaşdırma məntiqi, yaradıcılıq və strategiya, komanda ilə işləmə bacarığı, dizayn və yaradıcı həllər. Beləliklə, həm yarış boyu toplanılan ballar, həm də jürinin qiymətləndirməsi komandaların final nəticəsini müəyyən edəcək. Kateqoriyamız haqqında daha ətraflı məlumatı rəsmi platformadan əldə edə bilərsiniz. Kateqoriyamızda iştirak edən hər bir komandaya uğurlar arzulayırıq. Görüşənədək.